Salam uşaqlar, bugün 8-ci sualın izahına baxaq. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Aşoka və Sinşinxuandinin oxşar və fərqli cəhətlərini müqayisə edək. Hindistanlı vahid adlı birləşdirilməsi. Bu, Aşokaya aiddir. Bilirik ki, 3-cü əsrin eradan əvvəl, 3-cü əsrin ikinci yarısında. 1-ə yazacağıq A. Eramızdan və 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlməz. Bu, hər ikisi üçün oxşar cəhətdir. B-ni buraya yazırıq. Mete Xaqanla sülh müqaviləsi imzalanması. Bu, Xan sülaləsinə aid olduğu üçün heç birini götürməyəcəyik. Onlarla mübarizə aparması. Bu, Sinşinxuandiyə aiddir. Burada yazırıq. Makedoniyalı İskəndər tərəfindən hakimiyyətə gətirilməsi. Bu, heç birinə aid deyil. Deməli, cavabımız 1-ə olacaq A, 2-yə olacaq D, 3-ə olacaq B. Demək ki, cavabımız C variantı olacaq.